Salam uşaqlar, bugünkü dərsimiz olacaq sadə faiz artımı. Namazovda olan tapşırıqlara baxaq. Deməli, müştəri bank hesabına illik artım faizi 10% olmaqla 3000 manat pul qoydu. 2 ildə, 4 ildə, 5 ildə, 7 ildə artım nə qədər olar? Uşaqlar, bunun düsturu var. Birinci, düsturu necə yadımızda saxlayaq? Artımı necə hesablayıram? Artım düsturunu. Belə yazaq. S ilk. Yəni ilk məbləğdə qoyub ya başlanğıc yazaq. Başlanğıc məbləği vururuq faizə və vururuq ilə bölürük 100-ə. Belə bir düsturla mən artımı hesablaya bilərəm. Bir daha deyirəm. Artımı tapmaq üçün nə qədər başlanğıcda pul qoymuşsan, onu vururam faizə. Neçə faizlə pul verir ona? Vururam ilə, yəni 2 ilimi hesablamaq istəyirsən, 4 ilimi, 5 ilimi bölürəm 100-ə. Aldığım cavab mənim artımım olur. Bunu belə də hesablaya bilərsiniz. Düsturu yerinə qoyub hesablaya bilərsiniz. Və ya uşaqlar, məntiqin düşünərək də tapa bilərsiniz. Necə? Mən banka 3000 manat pul qoyuram. 3000 manat. Və bunun artımı 10% artımı olacaq. Yəni 10% artım nə deməkdir? 300-ü 10% artırır. Nə qədər artacaq uşaqlar? 30 manat. Nə qədər olacaq pulun? Daha doğrusu 300 manat. Bir dəqiqə. 300 manat. Bir ildə mənim pulum nə qədər artacaq? 300 manat artacaq. Mənə deyir, bəs onda 2 ildə nə qədər artar? 300-ü vururam 2-yə. Deyirəm, 600 manat olacaq. Bəs 4 ildə nə qədər olacaq? 4-ü vururam 300-ə. 1200 manat. 5 ildə nə qədər olacaq? 5-i vururam 300-ə. 1500 manat. 7 ildə nə qədər olacaq? 7-ni vururam 300-ə. Eləyir 2100 manat. Düsturda yerinə qoyub hesablasam uşaqlar, yenə eyni cavab olacaq. Məndən artımı istəyir. Yazıram artım bərabərdir. 3000-i vururam ona. Vururam 2 il demir. 2-yə bölürəm 100. 300-ü vururam 2 eləyir 600. Yəni 2 ildə 600 manat artım olacaq. Mənə desə son məbləği necə olar? Neçə ildən mənə desə son məbləğ, hələ ikinci eləmirəm uşaqlar. Son məbləğ neçə olar? 3000 manat qoymuşdum. 2 illə 600 manat pul gələcək üzərinə. 3000-in də üzərinə 600 gələrəm. 3600 manat pul. İndi digər tapşırıqlar uşaqlar işlədikcə məsələlər sizə daha aydın olacaq. Sonra mən deyir ki, neçə ildən sonra artım ilkin məbləğə bərabər olar. Deməli, bizim artımımız nə qədər oldu? Bir ildə. Bir ildə artım 300 manatdır. Yəni, 3000-in 10%-ini verir də mənə, düzdür. Artımın bir ildə 300 manat olur. Mənə nə qədər pul lazımdır artımı? 3000 olsun. Onda 3000-i bölərəm 300-ə. Deyirəm ki, aradan 10 il keçməlidir ki, mənim artımım ilkin məbləğinə bərabər olsun. Davam eləyək. 18. Mənə deyir, artımdan sonraki məbləği tap. Birinci ilkin məbləğimiz nə qədər? Gəlin birinci artımımızı tapaq. Artımı necə tapırdıq uşaqlar? İlkin məbləği vururuq faizə, vururuq ilə bölürük 100-ə. Gedir. 80-i 4-ə vuraram. 320, onu da 4-ə vuraram. 1280 manat. Artımı 1280 manatdır. Artımdan sonraki məbləğ 8000 manat qoymuşdum. 1280 manat da artımım var. 9280 manat 4 ildən sonra mənim bankda pulum olacaq. İkinciyə baxaq. İlkin məbləğin birinci artımı yenə hesablayaq uşaqlar. İlkin məbləğ nə qədərdir? 5000.
Neçə faizli verir mənə? 8%. Neçə müddətə? 2. Bölək 100-ə. 50-ni 4-ə, 50-ni 8-ə vursaq 400, 400-ü də 2-yə vursaq 800. 800 manat artımı olacaq. Mənə deyir artımdan sonraki məbləğ, yəni son məbləği istəyir. Son məbləği tapanda ilkin məbləğlə artımı toplayıram. Üzərinə 800 gəlirəm, eləyir 5800. Üçüncüyə baxaq. Artımı tapaq uşaqlar. İlkin məbləğ nə qədərdir? 6000. Neçə faiz artır? 6%. Neçə il müddətinə? 5 il müddətinə bölürəm. 100%-ə ixtisar gedər. 6-nı 5-ə vuraram 30. Bu deyiləyər 1800 manat. Onda son məbləği tapsam, ilkin məbləğ, yəni 6000-in üzərinə gələrəm 1800. Bu deyiləyər 7800 manat. Dördüncü, ilkin məbləğ, birinci yenə tez artımımızı tapaq. İlkin məbləğ 4000-dir, artım faizi 5-dir, müddəti 3-dür. Bölürəm 100-ə. 5-i 4-ə 20, 20-ni 3-ə 60, 1 0 dəyərinə yazıram. 600 manat. Onda son məbləğimi tapsam, ilkin məbləğin üzərinə də artımı gəlirəm. Eləyir 4600 manat. 19-a baxaq uşaqlar. Bizə verir ki 19. Artımdan sonraki məbləğ, yəni bizim son məbləğimizi verib və ilkin məbləği verib. Müddət 3 ildir. Deyir, illik artım faizi nə qədərdir? Uşaqlar, mən birinci artımı tapmalıyam da, düzdür. Mənim artımım nə qədərdir? Artımdan sonraki məbləğdən, yəni 4960-dan ilkin məbləğə çıxım. Deməli, mənim 960 manat artımım var. Düzdür. İndi keçək düsturumuza. Necə yazırdıq düsturu? Artımımız bərabərdir. İlkin məbləğ, ilk məbləğ, vur faiz, vur il, böl 100. Düzdür. İndi gəlin verilənləri qoyaq yerinə. Artımım nə qədərdir? 960. Bərabərdir. İlkin məbləğim nə qədərdir? 4000. Neçə faizə verir? Bilmirəm. X. Neçə il müddətinə? 3 il böl 100. Bu da buradan da tapsam uşaqlar. Baxın, bunlar ixtisar gedər. Burada 1 qoysam, kənara orta hədd eləsəm. 40 vur x vur 3 bərabərdir. Burada 1 qalır axı. 960-ı da 1-ə vururum. Belə deyirəm uşaqlar. 120 vur x bərabərdir 960. X də bərabərdir 8%. Deməli, mənim artımım olacaq 8%. İkinciyə baxaq. Yenə artımdan sonraki məbləğdən tez ilkin məbləğə çıxıb artımımızı tapaq. 9100-dən çıxım 7000-i alınır 2100 manat. İndi düsturumuzu yazıq. Artım bərabərdir. İlkin məbləğ, vur faiz bilmirəm, vur il 5 il böl 100. Buradan da bunlar yenə ixtisar gedər. Bax, kənar hədd orta hədd eləsəm. 70 vur x vur 5 bərabərdir 2100. Deməli, 70 ilə bunun da ixtisar gedər. 7 ilə 210 ixtisar gedər 30. 30-u da 5-ə bölsəm, x bərabərdir 6%. Üçüncü, artımı tapıram yenə. 6400-dən 5000-i çıxım. Nə qədər olur uşaqlar? 1400 manat. 1400 manat artımım var. İndi biz düsturumuzu yazaq. Artım bərabərdir. İlkin məbləğ, vur faiz, vur il, böl 100. Sıfırlar gedir. Əlimizdə nə qalır?
50 vur x vur 4 bərabərdir 1400. Burada da sıfırları ixtisar eləyərəm. 50-ni 4-ə vururam, 5-i 4-ə vururam. 20 vur x bərabərdir 140. X də bərabərdir 7%. Dördüncünü artıq uşaqlar sərbəst yazıb şərh bölməsində qeyd edə bilərsiniz. Gəlin keçək 20-yə. Yenə 3-ünü mən izah edeyim, 4-cünü siz sərbəst yazın uşaqlar. 20-də birinci. Bu zamanda illərin sayını istəyir. Uşaqlar, artımdan sonraki məbləğ 10.800-dür, ilkin məbləğ 9.000. Düsturumuzda artımımızı tapmalıyıq, düzdür. Artım nə qədərdir? 10.800 manatdan çıxım 9.000-i. Görüm nə qədər pul artıbdır. 1800 manat artımım var. İndi gedək düsturumuza. Artım bərabərdir. İlkin məbləğ, yəni 9.000. Vur faiz 4%. Vur illərin sayını bilmirəm, bölmüş. Burada da bunlar ixtisar gedər. Düzdür, kənara doğru tədə ehtiyac yoxdur. Nə qaldı əlimdə? 90 vur 4 vur x bərabərdir 1800. Sıfırlar ixtisar gedər. 9 180 ilə gedər 20. 4 20 ilə gedər 5. X bərabərdir 5. Və ya belə ixtisarda çətinlik çəkən uşaqlar x-i tapsam 1800-ü bölərəm 90 vur 4. Yəni 1800-ü bölərəm 360. İkinciyə baxaq. Yenə birinci artımımızı tapaq. Ya burada məsələlərin hamısı artımla tapılır uşaqlar. 7920-dən çıxım 6000-i. Deməli artımımız olur uşaqlar 1920 manat pulumuz artıbdır. Və bu neçə il müddətində olubdur, onu tapaq. 1920 bərabərdir 6000 vur faiz 8 vur x böl 100. Sıfırları sildim, əlimdə qaldı. 61 8 vur x bərabər 1920. X də bərabərdir 1920-ni bölməliyim 60 vur 8-ə. Bir də burada sıfırlar gedər. Bir dəfə bu 19-un üstündə 8 ixtisar gedər 1. Bu 192-ni bölsək 8 uşaqlar 2 daha 16 24. 6 ilə də 24 ixtisar gedər. Cavab 4. Diqqət. Cavab 4. Üçüncüyə baxaq. Artımı tapaq. Nə qədər də artımım uşaqlar? 5200 son məbləğimdə, ilkin məbləğimdə 4000-dir. Deməli, artımım 1200 manatdır. Artımım bərabərdir. İlkin məbləğ, vur faiz, vur il, böl 100. Əlimdə qaldı. 40 vur 6 vur x bərabərdir 1200. Sıfırlar ixtisar gedir. 620 20 4 ilə 25 x də bərabərdir 5 il. Yenə də uşaqlar artıq 4-cünü sərbəst yaza bilərsiniz. Yenə deyirəm. Cavabı şərh bölməsində qeyd edərsiniz. Keçək. İndi uşaqlar ilkin məbləği istəyir bizdən. Yenə üçünü mən izah edeyim, birini siz yazarsınız. Birinci. Artıq son məbləğ verməyib, artımı veribsə düsturumuzu yazırıq. Nə idi düsturumuz? Artım bərabərdir. İlk məbləğ vur faiz, vur il, böl 100. Düzdür. Gəlin qoyaq yerinə. Artımım 2160 bərabər. İlkin məbləğimi bilmirəm. Faizim 6, ilim 4 bölürəm neçəyə? 100-ə. Burada kənar hədor təd eləyərəm də, düzdür uşaqlar. Yəni x vur 6 vur 4 bərabərdir. 2160 vur 100-ə. Buradan da x-i tapsam 2160-ı vurum 100-ə. Bölüm 4 vur 6-ya. Burada da 4 ilə 6 ixtisar gedər. Qalar 25. Amma 25 ilə 6 ixtisar getməz. Bir dəqiqə.
Deməli, cavab 90. $90.000 yox uşaqlar. Cavab 9. 90.000. 0.1-in çox yazdım. Cavab 9. Bir dənəsinə də baxaq. Deməli, artımım 2640-dır. Bərabərdir. İllik artım faizin, yox, ilkin məbləğ bilmirəm. Vur faiz, vur illərin sayı, böl 100. Buradan da x-i tapsam, x vur 8 vur 3 bərabərdir. 2640 vur 100. Buradan da x-i tapsam, 2640 vur 100 böl 8 vur 3. Hesaplayaq. Deməli, 26.400-ü 264.000 bölək 24. Cavabımız eləyəcək 11.000. 3'e baxaq. 2700 artımın bərabərdir. İllik qiymət bilmirəm. Faiz 4 il 2 böl 100'e. Buradan da x vur 4 vur 2 bərabərdir. 2700 vur 100. X də bərabərdir. 2700 vur 100 böl 4 vur 2. Buradan ixtisar gedər 50. 2700'ü vuraq 50'ye bölək 4'e. Cavab 33.750. Sonra dördüncünü yenə deyirəm. Siz yazın uşaqlar. Sonra baxaq. Deyir ki, İlkin məbləğ 1200'dür. Aylıq ödəmə faizi 9'dur. 9 aydan sonra qalan borcu tap. Gəlin, baxaq. 1200 manatın bir dəqiqə. Deməli, birinci. İlkin məbləğim 1200'dür. Aylıq ödəmə faizi 1200 manatdan mən pul ödəməliyəm uşaqlar banca. Mən deyir 8 ay sonra qalan borcu tapın. 1200'ü vurum 9'a, yenə vurum 8'ə, bölüm 100'ə. Görüm 8 ay sonra mən nə qədər pul ödəmişəm banca, nə qədəri qalacaq. Ödəsək, deməli 1200 ilə 100'ə ixtisar gedər. 12 vur 9 vur 8 eləyər 864 manat. Deməli, mən 1200 manatın 864 manatını ödəmişəm. Nə qədər borcum qalır? 1200'dən 864'ü tapıram. Çıxım tapıram. 336 edir də. Düzdür. Bundan əvvəlki misallarda mən banca pul qoyurdum uşaqlar. Mənə faiz verirdi. Pul qazanırdım. İndi isə 1200 manatlıq bir ödəməm var və mən 9% ödəyirəm. Aylıq ödəmə faizim 9%'dir. 8 ay sonra görək mənim nə qədər borcum qalacaq. İkinciyə baxaq. 3000 manat ilkin məbləğ. Bunu 10% ilə 5 aya. Görüm nə qədər pul ödəyirəm. Sıfırlar gedər. 3'ü 5'ə 15, yanında 2 sıfır. Mən 1500 manat pul ödəyərəm 5 aya. Nə qədər borcum qalır? 3000'dən də 1500'ün çıxır. Mənim 1500 manat borcum qalacaq. Üçüncü. İlkin məbləğim 8000'dir. 5% ilə 8 aya. Görüm nə qədər pul ödəyərəm. 8'i 5'ə 40, 40'ı 4'ə 320, yanına da bir dənə 0, 3200 manat.
8000-dən də çıxım 3200. 0, 0, 8 cavab 4800 manat. Dördüncünü siz özünüz yaza bilərsiniz uşaqlar. İndi 23-cü məsələlər uşaqlar faiz artımından deyil, biraz fərqli məsələlərdir. Yenə diqqətlə qulaq asaq. Nə deyir mənə? Soyuducunun qiyməti 1500 manatdır. Bu soyuducunun qiyməti 30% artdı. 30% artmaq nə deməkdir uşaqlar? 130%. Deməli, 1500 manatlıq soyuducunu mən 30% artırıram. Görün neçə manata satıram. Birinci onu tapaq. 15-i 130-a vuraq. 1950 manata. Deməli, 1500-lük 30% artımdan, gəlin buranı silək, belə. 30% artımdan neçəyə satdım? 1950 manata. Bundan sonra satış azaldığı üçün gördüm 1950 manata alan yoxdur. Mən də bunu 30% endirdim. 30% endirmə nə demək? 70%. Yəni 1950-nin 70%-ni tapıram. Sıfırlar ixtisar gedər. 195-i vurarıq 7-yə. 1365 manatı satmış. Deməli, mən 1500 manatlıq soyuducunu götürdüm. Bir daha deyirəm uşaqlar. 30% artırma nə deməkdir? 130%. 1500-ün 130-unu tapdım. Deyirəm ki, mən soyuducunu birinci 1950 manatı satmışım. Sonra görürəm ki, satılmır. 30% endirirəm. Bu zaman da 30% endirmə 70% deməkdir. 1950-nin 70%-ni tapıram. Elədi 1365 manat. Soyudunun sonraki qiyməti ilkin qiyməti ilə müqayisədə artdı yoxsa azaldı? 1500 manat idi uşaqlar. Azaldı oldu neçə? 1365 manat. Azalıbdır. Düzdür. Mənə deyir bu azalma neçə faizdir? Deyirəm ki, mən əvvəl 1500 manata satırdım. Bu 100% idi. İndi azaltmışam. Nə qədər azaltmışam? 1500-dən 1365-i çıxaq. 135 manat azalır da. Deyirəm, bu azaltdığım 135 manat neçə faizdir? 135-i vuraq 100-ə, bölək 1500. Sıfırları silsək, 135-i bölərik 15-ə. 9. 9% azalma var. Davam eləyək. Yəni, ilk məsələdir uşaqlar. Bir ikisini işləyəndən sonra sizə tam aydın olacaq. 24. Velosipetin qiyməti 250 manatdır. Aha, 250 manata velosipetim var. Bu velosipetin qiyməti 20% azaldı. 20% azalma nə deməkdir uşaqlar? 80%. 250-nin 80%-ni tapaq. Sıfırlar gedər. 0, 4 yadda 200 manat. 250 manata satırdım. İndi satıram 200 manat. Müəyyən müddətdən sonra soyuducunun qiymət 20% artdı. Yəni nə qədər oldu? 120%. Yəni 200-ü 120%-ni tapıram. Neçə manata satmışam? 240 manat. Velosipedinin sonraki qiyməti ilkin qiyməti ilə müqayisədə artdı, azaldı. 200 manat yox, 250 manat idi. Oldu 240 manat. 10 manat azaldı. Neçə faiz azalır? Deyirəm 250 manata satırdım. Bu 100% idi. İndi 10 manat bu 250-ni neçə faiz idi? Onu vurun 100-ə, bölün 250. 4% azalmamızdır. Yenə eyni məsələdən. Televizorun qiyməti 3000 manatdır. Əvvəlcə 10% artır. Neçə olur? 110. Vururam 110-a. Bölürəm 100. 3000 idi, düzdür. 333, yəni 2-0. 3300 manat. Sonra yeni qiyməti 5% artırdım. 105. 3300-ü
vururam 105-ə, bölürəm 100-ə. Yəni artıra gedirəm qiyməti uşaqlar. 105-i də vururam 33-ə. 3465 manata satmışam. İndi əvvəl 3000 idi, qaldırmışam 3465 manata. Soyuducunun qiymətini 465 manat artırmışam. Deyir, televizorun sonraki qiyməti ilkin qiymətinə neçə faiz çox oldu? İlkin qiymət nə qədərdir? 3000. Neçə faizdir? 100 artımım 465. Bu neçə faizdir? X. 465 vur 100 böl 3000. Sıfırlar gedər. Cavab eləyək 15,5 faiz. Bu tipli məsələlərdə belə də tapa bilərsiniz uşaqlar. Bəzən artım bura 465-i yazmaqda uşaqlar çətinlik çəkir. Bax, belə də yaza bilərsiniz. Deyirəm ki, yenə də eyni cavab alınacaq. Deyirəm 3000 manat 100 faizdirsə, yeni qiymət 3465 manat neçə faizdir? 3465-i vururam 100-ə, bölürəm 3000. Yenə sıfırlar gedir. 3465-i bölürəm 30-a. Cavabımız edir 115,5 faiz. 100 faiz deyildi əvvəl. İndi oldu 115,5 faiz. Nə qədər artdı? 15,5 faiz artdı. 2 onun ikisi ilə də işləyə bilərsiniz. 26. Minik avtomobilin qiyməti 25.000 manatdır. Satış zəif olduğu üçün bu avtomobilin qiyməti əvvəlcə 5% ucuzlaşsın. Yəni neçə faiz oldu? 95. Tez 95 faizini tapaq. Görək neçəyə satıbdır. Qiyməti daha doğrusu neçəyə endirim. 2 sıfırı sildim. 250-ni vuraq 95-ə. 23.750 manata düşübdür. Müəyyən müddət sonra yenə endirir 10%, yəni 90 faizini tapacağım. 23.750 vur 90 böl 100. Sıfırlar silinir. 2375'i vuraq 9'a. 21.375 manat. Avtomobilin sonraki qiyməti ilkin qiymətinə neçə faiz az oldu? İlkin qiymət 25 mindir. Sonraki qiymət 21.375'dir. 25 mindən çıxaq 21.375'i eləyər. Nə qədər azaldı? 3625 manat qiyməti azaldı. Deyirəm 25.000 manat 100% idi. Bəs 3625 manat neçə faizdir? 3625'i vururam 100'ə, bölürəm 25.000'ə. Da sıfırlar gedər. 3625'də bölə 250'yə. Cavab 14,5 faiz. Düzbucaqlığın uzunluğu düzbucaqlığın uzunluğu 60, eni 15'dir. Bu düzbucaqlının bir dənə də düzbucaqlı çəkirəm. Bu düzbucaqlının uzunluğunu 10% artırıb. 110%. Uzunluğu 60 deyil. Tez 60'ı 110'a vuraq. Bölək 100. Ne qədər olacaq? 60 oldu. Enini 20% azaldı. 80%. 15 vur 80 böl 100. 113. Alınan düzbucaqlının perimetri verilən düzbucaqlının perimetrlərinin müqayisədə artdı yoxsa azaldı? Perimetrini tapsam 60 plus 15 vur 2 150.
66 plus 12 vur 2. 156. 150 santimdən keçib 156 santima. Artdı yoxsa azaldı? Nə qədər artıb? Artdı. 150 100% etsə. Onda 6 santim nə qədərdir? 600'ü vuraq. 6'nı bir dəqiqə 6'nı vuraq 100'ə. Cevap 4%. Devam ediyor uşaqlar. 28. Malın ilkin qiymətini əvvəlcə 12% azaldıb, eləyib 88%. Müəyyən müddətdən sonra yeni qiyməti 10% artırıb, eləyib 110%. Bundan sonra malın qiyməti 484 manat oldu. Deməli, əvvəlcə 88% azaldıb, sonra 110% artırıbsa, mən tez 88'i vurum 110'a, bölüm 100'ə. Görüm nə qədər neçə faiz eləyib bu? 88 vur 110 böl 100 eləyir 96,8%. 96,8% 484 manatda. Malın ilkini, yəni bunun 100%-i nə qədər idi? X-i tapsam, 100'ü vuraram 484'ə, bölərəm 96,8. Cevap 500 manat. Malın son qiyməti ilkin qiyməti ilə müqayisədə artdı yoxsa azaldı neçə faiz? Malın son qiyməti 484'dür, ilkin qiyməti 500'dür. Qiymət ilkin qiyməti, son qiymət ilkin qiyməti qədər azalıb. Nə qədər azalıb? 500 manat idi əvvəl, indi olub 484 manat. Deməli, azalma nə qədərdir uşaqlar? 16 manat azalma var və bu neçə faizdir? Deyirəm, əgər 500 manata satırdım, bu 100% idisə, 16 manatım neçə faizdir? 1600'ü bölərik 500. 3,2%. Elə 100'dən 96,8'də çıxsam uşaqlar, azalmanı taparım da. Burada 88'i 110'a vurup 100'ə bölməmişdik. Nə qədər idi? 96,8. 100'dən 96,8'də çıxsa 3,2 alacaq. Yəni hələ də tapa bilərsiniz. %29'a baxaq. Malın ilkin qiymətini əvvəlcə 30% artırdım. Nə qədər oldu? 130. Müəyyən müddət sonra yeni qiyməti 20% azaltdım. Nə qədər oldu? 80. Bundan sonra malın qiyməti 468 oldu. Onda 130'u vurum 80'ə bölüm 100'ə. 13'ü vursaq 8'ə eləyər 104%. İndi deyirəm 104 468 manatdırsa, bunun 100%-i nə qədərdir? 100'ü vuraq 468'ə bölək 104. Cavab 450 manat. İndi burada fikir verirsiniz, artım var. Neçə faiz artıbdır? 4% artıbdır. Malın son qiyməti ilkin qiymətinin müqayisədə artdı, azaldı, artdı. Nə qədər artdı? Heç hesablamaya ehtiyac yoxdur. Neçə faiz artıb uşaqlar? 4% artıbdır. 450'də olub 468. Yəni 104'dən 100'ü çıxıb birbaşa artımı tapa bilərəm 4%. İstəsəz belə də yaza bilərəm. Deyirəm 450 neçə faizdir? 100%. Bu 450'dən 468'ə gəlib, daha düzdür. Gəlin birinci onu yazaq.
İlkin qiymət 450-dir. Sonra olub 468. Artım nə qədərdir? 18. Deyirəm 450, 100%-dirsə, bunun artan 18 manatı neçə faizdir? 1800-ü bölək 450. Yenidir. Cavab neçə faizdir? 4%. Deyirəm, yəni bir də bu qədər misalı yazdığımızda uşaqlar, tapmışam burada 104-ü. 4% artımım var. Bundan əvvəlki misallarda uşaqlar eləmək olardı. Bir dəqiqə. Əvvəl qiyməti verirdi bizə. Bax bunu. 2525.000 deyildi. Belə də tapmaq olardı uşaqlar. Əvvəlcə 5% ucuzlaşdı. Neçə faiz oldu? 95. Sonra 10% ucuzlaşdı. Neçə oldu? 90. 95-i vuraram 90-a, bölərəm 100-ə. Yəni bunu belə də işləmək olar. Belə daha rahat olar. Bir dəqiqə. 85.5. İndi 25.000 manatlıq, deyirəm yeri 250.000, 100%-dirsə, bəs bunun 85.5-i neçə faizdir? Elə bir misalını tapa bilərsiniz. 25.000-i vuraram 85.5-ə, bölərəm 100-ə. 21.375 manat. Son qiyməti olacaq 21.375 manat. Artdı, azaldı, azalıb. Nə qədər azalıb? 100-dən 85.5-in çıx. 14.5%. Belə məncə daha rahatdır. Düzdür? Yəni artıb azalmanı bir-birinə vur, bir də hesablama aparma. Sonra devam ediyor uşaqlar. 30'daydıq da, düzdür? 30-cu sual. İlkin qiyməti 800 manat olan televizorun qiyməti əvvəlcə 5% azaldı. Oldu 95%. Müəyyən müddət sonra bu bir neçə faiz artırdıqdan sonra televizorun qiyməti 836 manat, televizorun qiyməti neçə faiz artırıldı? İndi gəlin bunu sırayla gedin. Nə qədərdir uşaqlar? 800 manat. 95%, 5% azaltdım. 0, 4 yadda 70'i 760 manata satmışım. Düzdür? İndi 760 manatdır. Bu 100%'dir. Nə qədər artıbdır? 836 manat. Yox, bir dəqiqə. Bir dəqiqə uşaqlar. Belə eləyim, daha aydın olsun sizə. Demək, 5% azaltdım. Tapdım da 760 manata satıram. Mənə deyir ki, sonra 836 manata satmışam. Artırmışam da bunu. Neçə manat artırmışam? 836-dan 760'ını çıxsam 6, 13'dən 6'sını 7. 76 manat pulu artırmışam. Deyirəm, 760 manat 100%-isə, bəs bunun artımı, yəni 76 manatı neçə faizdir? 76'nı vururam 100'ə, bölürəm 760. 10% artıb. Keçək, maraqlı suallardır uşaqlar, amma çətin deyil. Deməli, 31 və sonuncu sualımız. Deməli, qiyməti 1500 manatdır, soyuducumun. Mən onu 8% artırıram. Yəni, nə qədər edir uşaqlar? 108%. Vur 108, böl 100. Sıfırlar ixtisar gedər. 108'i vurarıq 15'ə. Eləyər 1620 manat. Sonra mən bunun qiymətini 1377 manat eləmişəm, ucuzlaşdırmışam. Neçə manat ucuzlaşdırmışam? 243 manat ucuzlaşdırmışam. İndi mənə deyir ki, bu 243 manat ucuzlaşdırmışsan, bu neçə faizdir? Deyirəm, 1620 manata satanda bu 100% idi. Bəs azaltdığım 243 manat neçə faizdir? 243'ü vuraram 100'ə, bölərəm 1620. Bu da bərabərdir 15%.
Bugünkü dərsimizdə bu qədər uşaqlar. Hansı sualı başa düşməsəz, şərh bölməsində qeyd edərsiniz.